Sizə milyonçu, dırnaqarası milyonçu eşqinin yayımını təqdim edirəm. Çox təəssüf ki, burada xanımlara öz aləmində giz-giz yollar izah edir. Yarı zarafat, yarı ciddi. Böyle falç şeylerden danışır. Yani baxıcılıqdan, nə bilim giz-gizdə belə bir şeylərdən tam anlamadığım için izah da edə bilmirəm, dilə gətirə bilmirəm. Videoyu keçid edirəm. Keçid etməmişdən öncə rica edirəm videonu like edib kanala abunə olaq. Dəstəyiniz üçün mənə like etməyiniz belə kifayət edər videonu. Çox minnətdaram. İzləyin, siz də fikirlərinizi bildirin. Bax, ailə qura bilməyən qızlar. Getmişsən, oğlandan ayrılmısan. Qaynanan sənə yol verməyib, sənə zülümlər eləyibdi. Hə? Götürürsən ağ vərəqə, A4 vərəqə olsun. Yekə bir dənə qəşəng uzun şey çəkirsən. Bildinizə nəyə çəkmək lazımdır? Bunu çəkdiniz ağ vərəqə, yekə də yumrulara çəkirsən. Qoyursan bunu bir həftə başının altına. Hər yerə girib yatanda deyirsən, oy olsun, bu gəlib mənə qonsun. Oy olsun, bu gəlsin mənə qonsun. Deyirsən, 3 dəfə deyirsən yatırsan, 3 dəfə deyirsən yatırsan hər gün. Uşaqlar, gülməli dostlar reallıqdır, ha, zarafat bir yana. İndi hamınız gülürsünüz. Oy. Əgər birimizdən zəhləmiz gedirsə, bir qız bəxtimizdə, taleyimizdə, yolumuzda, ilimizdə problem edib, rəfiqəmiz ondan sonra sizə problem yaradıbsa, deyirsən ki, oy olsun, filan kəs gəlsə sənə qoysun. Və onu ikisini birləşdirmək istəyirsənsə əgər. Bəs elə heç gün səhifə gedərsən. Səhifə gedərsən. Nə danışıram ki? Nə qayıram? Hə, yox uşaqlar, bu taktikaları eləyin. Yox, oğlanın əynindən soyunduğu yoldaşımız həqiqətən, vallahi billah, zarafat bir yana, canım üçün deyirəm. İnanın, nəyə Allaha ona görə and etmirəm, amma bu şey var həqiqətən. Yoldaşımız problem yaradırsa, bu katdan sağ ol. Yoldaşımız sizə problem yaradırsa, yoldaşımızla belə necə deyim, elə bir qadın var ki, yoldaşıyla evdə dolanmır. Onun at paltarını götürürsən, öz at paltarına bağlayırsan. Saxlayırsan onu gizlin bir yerdə. Oğlanın ayağı heç vaxt başqa insanın yanına getmir. Yalnız elə bil o sənə bağlı olur. Elə bil ki, o, sənin mıtığından onu balamağa çəkmir də, əl çəkmir. Elə bil gedir, götürür bax, uşaqlar, badımcan var ya, qara badımcanı. Qara badımcanı, adını oğlan sizə xəyanət edir, yoldaşınız kişiniz, qara badımcan götürür, yekə badımcan götürür. Amma bilir də, yoldaşından nə boydadırsa, o boyda badımcan götürməlisən. Götürdün badımcanı, hə? Hə, deyəm, yoldaşın badımcanı götürdün, qara badımcanı, başını kəsirsən qəşək. Belə necə deyim, kremli istəyirsən, kremli lap. Badımcanı götürdün. Gördün ki, bu gecə evə gəlməyibdir. Qapı var ya, dəmir qapı. Ya da taxta qapı, evin qapısı. Onu qoyursan, oğlanın adını yazırsan üstünə. Yazdın oğlanın filan kəs elə bil. Zöhrab, Fərid, Orxan və də Əlməmməd, Gülməmməd yazdın. Qoyursan onu qapının arasına. Qapını bir dəfə açırsan, bəlkə açırsan, bəlkə örtürsən. Oğlan elə bil qızın yanına gedəndə ölür. Onda heç nə olmuş. Olur oğlan xədim. Badımcanın üstünə yazır. Hə, badımcanın üstünə. Badımcanın üstünə yazırsan. Qapı arasında qalsın. Hə də, elə iki yerə bölmə ha. Sonra o sənə lazım olan yanda səndə də öləcək. Yavaş sıxırsan. Uşaqlar, həqiqi zarafat bir yana. At paltarını götürürsən. Bax, Allah haqqı zarafat bir yana. Bunu çox böyük bir öncə görücü deyibdir. Bax, nəyə deyirsiniz? And içərəm. Sağ olun canım, siz necəsiz? At paltarını həqiqətən də götürürsən, at paltarını. Elə bil, səndən yola getməyən həyat yoldaşın səndən başqasının yanına gedir və ya evə gəlmir və ya necə deyim, sənə qarşı sevgisi azalır. At paltarını həqiqətən də götürürsən və ya maskasını, öz corabını. Amma yuyulmuş, təmiz, təzə bir şey yox. Öz ayağından soyulmuş corabını götürürsən, bağlayırsan öz ayağı var, öz corabı var. Onu torpağın altında bastırırsan. Həyatı boyu oğlan qırağa nə qədər də getsə də, gəlsə də, kimdən istəyirsiniz, bunu araşdıra bilir, soruşa bilərsiniz. Mən yana bir insan var, ondan bilirəm də. Bağlayırsan, torpağın altında bastırırsan. O hara getsə də elə bil ki, ayağı sənə bağlı olur. Valla sevməyən yenə gedəcəksə, nə qayırırsan? Götür təmiz, 8 gün, 9 gün çinmə, tumuşuvu
Çiş yerə çək yuxarı, çiş yerə çək yuxarı, çiş yerə çək yuxarı. Hə. Gördüm paçovun arası olub sarı, ziyil kimi. Sapsarı şəntir tökülür. Gecə ərin evə gələndə ayrı yatanda çıxardırsan ehnalcana tumuşumu çəkirsən aşağı. Aparırsan 7 dəfə burnuna fısıldadırsan gətirirsən. Burnuna fısıldadırsan gətirirsən. Burnuna fısıldadırsan. Oğlanın olan da, qalan da, başqa qadınlara olan da hissi öləcək. Amma deyəcək ki, ölüm, qalım sənin ayağın altında. Bax, xiyar olmaz. Xiyarı necə edirsiniz? Ailə qura bilmirsiniz. Bəxtiniz, talibiniz açılmayacaq. Qoy deyil gəlsin də. Qardaşların çoxsu edəcək bana. Öydün də. Allah haqqı corabı at paltarını edin. Bax, yeri göyü yaradana and olsun, düz deyirəm. Xiyar yoxdur, xiyar. Xiyarı götürürsünüz. Abi sağ ol, sən necəsən? Ekran tıkırın şu an. Xiyarı götürdünüz. Xiyarın üstünə qızlar yazır ki, məsəl üçün 7 gün amma bağlı qaranlıq otaqda saxlayırsın. Qızlar yazır ki, bunu yazır. Oy oy olsun, bu mənə olsun. Amma gəlinlər gedib ayrılmışlar, xiyarın o birisi qara tərəfinə yazır ki, açıl qabağım, açıl dalımdan keçib. Başa düşdün? 7 gün, hər gün bir qısa xiyardan kəsirsiniz, bu sözü deyirsiniz. Açıl qabağım, açıl dalımdan keçib. Qızlar amma deyir ki, oy oy olsun, bu xiyar mənim olsun. Oy oy olsun, bu xiyar mənə olsun. Ama yekə götürün, balaca yox. Nə badə balaca yox. Ölürəm. Nədir? Balqabaqla daha boşun olar. Yox, balqabaq lazım deyil. Allah səni güldürsün. Allah sizi də güldürsün uşaqlar. Eşkin həcinə tərdi. Yaxşı da həcilər bəzi olubdu getdilər. Uşaqlar tükləşmişəm mən. Dəhşət tükləşmişəm canım üçün. Bəsdir görək. Ürəyin təmizdir. Hə, amma istəyirəm xoşbəxt olsun hamı. Allah sizə bütün gözəl günləri nəsib eləsin ay uşaqlar. Hamı gülür, hamı gülsün hər zaman ay Orxan. Allah sizə gözəl günlər nəsib eləsin. Xoşbəxt olasınız. Hər zaman sevdiklərinizin yanında olasınız. Hər zaman bu dünyanı doya-doya güləsiniz. Hər zaman xoşbəxt olasınız. Hər zaman sevdiklərinizin yanında olasınız. Xoş gəlib mənə izləyəsiniz, elə güləsiniz. Heç nə probleminiz olmasın, dərdiniz olmasın, qəminiz olmasın. Qəmdən uzaq olasınız. Amin ay Allah, amin. Amin yazın uşaqlar. Amin yazın, canımsınız. Ne olar, ekranı tıklayın bir dənə 50 kalımda. 5 il izləyirəm sizi, Seva canımsan. Ne olar, bir dənə ekranı tıklayın 50 kalımda. Canlı yayınımda az izləyici olur. Açan da açmıram. Bir də beni sev var ya, orada o jetondan kimdə varsa açsın birliyi jetondur. Kəşfə düşür. İnsanları gülmək üçün bura gəlin. Bəli, üzünüzü güldürəm. Pis eləmirəm, dilənmirəm, kart qoymuram, pul istəmirəm, istifadə etmirəm, nə bilim, nəsə etmirəm. Sadəcə deyirəm, gülürəm, üzünüzü güldürürəm. Seva sağ ol canımsan. Sonra nə sualınız var? Probleminiz nədir? Deyim, mən onu həll edəcəm. Yoldaşınızla dolanmırsınızsa, hesabı takip edin. Probleminiz varsa, ondan sonra nə yersən? Uşaq üçün ürəyim yedim az öncə. 52-dən yarpaq dolması yedim. Az atmışam yeməyə. Hə, Şirin. Bu kimi səhifəsində? Hə, Şirin səndir. Hə, qoşdum. Bir sual verim də. Ver canımsa ver. Salam Eşkin, necəsən? Sağ ol Ayşirə, sən necəsən? Sağ ol, Allah səni güldürsün. Səhifə mənimdir də, aşağıdan yazıram. Moduma da dedim. Dedim Eşkinə sabitdə qoy görsün, sən də görmədin. Allah sən həmişə özünü güldürsün ay Eşkin. Nə qədər gülmüşük. Güləşdir, salam. Hər zaman güləsəm. Hər zaman güləsiz. Allah sənə dünyaya gətirən anava uzun ömür, can sağlığı versin ay Eşkin. Çox sağ ol, Bahəm. Problemi bir dənə. Nədən əziyyət çəkirsən, ona çarə qılım. Mənim problemim sən nədir? Bax, həyatıma insanlar girir. Bilsən nətər insan? Yalancı insanlar olur da Eşkin. Bugün danışırıq da, düzdürmü? Sonra çıxıb gedir də, səbəbsiz çıxıb gedir. Məndə günah olmur. Bilmirəm niyə. Ona çarə qılım mən. Adı, şəklini bir var səndə. Yox, adı var, şəkli yoxdur. Amma adı nə deyim burada? Baş hərfini desəm olar? Adını yazır. Gedirsən, güzcü görürsən hamama. Bax, belə bir şəkildə. Hamama qoydum güzgü. Ay uşaqlar, qulaq asın. Ay, tüstü gəldi. Hamama qoydum güzgünü. Baş hərfinin, axır hərfini bilirsən? Hə, 5 hərflidir. Baş hərfinə bu birisi tötübə yazırsan,
Axır hərfidir o birsinə. Yox, çünki məsələ hərflər yerləşməyəcək axı. Yekə yaz da, baş hərfin yaz bir dənə. Sonra nə edeyim yaxşı? 5-6 gün çinmə. O hərin yatanda özünü sürtüşdür yorğan döşəyə. Adı hər şey olar, yara verər mənə. Yara verməz ara yara verir. Haçan ki silindi, o insan qayıdıb sənin sözün üstünə necə deyim duracaq da gedəcək. Əgər bir gündə, 2 gündə silindisə yox. Əgər 7 gün qaldısa, 7-ci gündən sonra silindisə yolla işlərin yoluna düşəcək. Bax, özün bilsən ki, fındıq devasını eləmişəm. Bunu da eləyəcəm. İndi bu gün yazım həmin adamı yoxsa nətə? Hə, Hümbətova buyur. Ay. Hə, buyur. Vaxt tələb var, vaxt məhduddur. Durub gedirsən, oturursan hamanda don alırsan. Hamam yox. Nə gülürsən? Gedim qonşunun hamamına gireyim. Hırdan tapım hamamı mən. Sualım cavabsız qaldı, buyurun. Ay uşaqlar, nə olar tıklayın da. Ayşəxlər, xahiş edirik, bir dənə nə olar, tıklayın da. Anındakı xal özümündür. Hə, canım özümün. Bir dəfə bir sualım var, bəlkə sən danışdığın vardı da, eşkən. Hansı? Şey teması da, badımcan teması. Aha. Hə, bax elə bir ki, bax məsələn, bax, indi elə adam var ki, onu tapa bilmir. Onun yerinə baş məsələn kartoşka, soğan, belə bir şeylə yoxlasalar, məsələn, iminlə onu eləməsin də, onu tapmayanlar da var onu. Məsələn, kət yerində qalanlar. Badımcan tanırsa xiyar olsun. Əgər daha böyüyünü istəyirsənsə, boranı olur. İndi boranı yox da, onu gələ gözləyə bax. Farkın var da, 1 manatadır. Bildim ya, parkdan tapmaq olur, kənddən tapmaq olmur onu. Niyə o qədər ailələr var ki, saxlayırlar da? Hə, indi boranla neyini etdiysən? Boranın üstünə yazırsan ki, oy olsun, bu mənə olsun. Amma nə gülürsən? Yox, boranı böyükdü, istəmirəm onu. Gələm, hardan tapıram ofisini. Eşkin, hə, Hümbətova buyur, dərdini yaz, problemi yaz. Eşkin, var bir modluq burada, yine istəsən alarsan. Yaxşı. Attım. Ərim pul vermir. Daha hər axşam bu səhifə ilə gələcəm. Bu dənə səhifəni alalım, eşkin, bu səhifəmi görməmsən. Nə deyir? Hə, 20 Allah, orijinal izləyicidir, hə. Yaxşı eləmsə, xeyirli olsun. Çox sağ ol, ömrüm. Ay uşaqlar, həqiqətən bax, yəni özü bu insanı tanımırsınız da, yəni bu insanı şəxsən mən tanıyıram, danışmışam da, həm söhbət olmuşuq. Allaha and olsun, yəni bu insan burada nə desə, qıraqda da elə bir insandır. Həqiqətən deyirəm. Həqiqətən elə bir insandır. Yəni Hümbətovanın əri pul vermir, deyəcək. İlaçqa çox sağ ol. Hümbətova nə edirsən? Canım bir dənə qırmızı paltar götürürsən. Naçlı oyun da ola bilər. Ondan sonra at paltarı da ola bilər. Və ya necə deyim, qırmızı bir parça da ola bilər. Onun üstünə 7 dəfə ya qırmızı ruçka ilə, ya göy ruçka ilə yazırsan. Tumuşuğun üstünə olsa daha effektli olar. Yazırsan ki, bax, diqqətlə qulaq as. Dındığım ağzı olsun, ərimin pulu cibimdə olsun. Dındığım ağzı olsun, ərimin pulu cibimdə olsun. Hədə səhifə getdi, bəsdir. Nə deyir? Sonra deyirsən ki, səhifəm gedib, bəs elə.